Çox soruşulan suallar buraxılış və blok imtahanı ilə bağlı. Bu sualları dinləyərək sizə lazım olan bütün məlumatları əldə edə bilərsiniz. Səhifəmizi izləyin, düzgün və doğru məlumatları əldə etmək üçün. Birinci sual budur ki, imtahan tarixləri nə vaxtdır? Demək ki, 11-ci siniflərin 9 və 15 martda. 9 mart birinci günə düşsə də iş günü deyil. Ona görə 9 martda keçiriləcək. Bu ilki 11-lər üçün. Demək ki, əvvəlki məzunları üçün imtahan isə 19 apreldə keçiriləcək. Məzunları bildik. 9-cu siniflərin imtahanları 5, 12, 26 aprel tarixlərində keçiriləcək. Bütün abituriyentlərin sənəd vermək üçün bir qeydiyyatı olacaq. Siz imtahan verin, siz verməyin. Demək ki, həminki tarix 18 fevral 5 martdır. 18 fevral 5 mart. Bunu hər kəsə deyin mütləq. Daha sonra sınaq imtahanı, blok imtahanı ilə uyğun sınaq imtahanı may ayında keçiriləcək. Yəni gec keçiriləcək. Daha sonra blok imtahanı üçün birinci cəhdin qeydiyyatı aparılacaq. Birinci blok imtahanı olacaq may-iyun ayında. Qeydiyyat aparılacaq aprel-may ayında. Bunu da mütləq qeydiyyatdan keçməlisiniz. Amma bu ilə bağlı məlumat paylaşacağam. Demək ki, ümumilikdə 2 cəhd imtahan düşünülür. Birinci cəhdin imtahan tarixləri may-iyun. Ola bilər ki, mayın son həftəsi, iyunun ilk həftəsi, yəni bazar günlərinə uyğun olmaqla belə deyək, məsəl üçün mayın 31-i iyunun ilk həftəsindən, həftə sonu da bu şəkildə olmaqla imtahanlara buraxılış vərəqəsi imtahana 5 gün qalmış hər kəsin şəxsi kabinetində yerləşdiriləcək. Daha ətraflı məlumat üçün kanalımızı izləyin, bəyənin, paylaşın, dəyərlisiz.